sualın kısa cevabı var, çok kısa cevabı. Yani iki cümleyle bu sualın cevabı var. Aynı zamanda da o iki cümlenin açıklaması da var. Ben indi birinci 12 cümleyle vereceğim, sonra da açıklaması. Bu sualın iki cümleyle cevabı odur ki, bu cür insan, ona derler impersonalist ve mayavadi. İmpersonalist ve mayavadi. Yani belələri Hindistan'da daha çoxdur. Orada bütün onların məktəbləri var. Aynı zamanda da bu saat bizim planetin demək olar ki, əhalisinin 90%, 95% və bir də mövcud dünya görüşünün, mövcud ideologiyanın fundamentində duran məsələdir. Bu duran mövqedir bu ki, Tanrı şəxssizdir. Allahı şəxssiz qəbul edirlər, hesab edirlər və nədir? Onda insan öz şəxsiyyətindən də imtina eləyir. Bu nə deməkdir? Bu nə deməkdir? Bunu mən sizə açıqlayayım, bir balaca biləsiniz ki, bu nədir? Yəni bu insan kimdir? Matıcının danışdığı adam kimdir? Bir cümlə ilə mən dedim, o impersonalistdir, mayavadi impersonalist, onlara deyirlər. Transendental fəlsəfənin məktəblərindən biri də odur. Transendentalistlərin biri də bunlar ki, onlara deyirlər mayavadi impersonalistlər. Kısa olarak odur ki, onlar Allah'ı şəxsiyyət kimi tanımırlar. Ya iki variant var, ya bilməyərəkdən tanımırlar, ya da bilərəkdən. Məsəl üçün, demonический əhval-ruhiyyə güclüdürsə insanda, o bilərəkdən rədd edir Tanrının şəxsiyyət olmağını. Əgər o günahsız insandırsa, ona izah eləyəndə o qəbul edir. Başa düşür ki, yox, sən demə Allah şəxssiz nur deyil. Allah sonsuz da belə bitib tükənməz şəxssiz nur. Deyirlər ki, Allah budur və salam. Bundan o tərəfə başqa bir şey yoxdur. Müasir din nümayəndələri də məsəl üçün əsas etibarilə xristianlarda, İslam müsəlmanlarda bu mövqe özünü göstərir. Amma baxmayaraq ki, dinlərin banisləri, onlar Allahı hökmən şəxsiyyət kimi qəbul edənlərdir. Yəni, bütün dinlərin banisləri Tanrının şəxsiyyət kimi tanıyırlar. Amma ardıcılları axıra qədər əməl eləmədiklərinə görə prosesə, onlar ilişirlər haradasa Tanrının nur aspektində. Və ya da fəlsəfəsi deyir ki, mütləq həqiqəti, yəni Tanrını dərk eləmənin 3 dənə pilləsi var, 3 etapı var. Biri birindən üstün olan. Birinci etapına deyirlər Brahman və yaxud Azərbaycan deyirlər nur. İkinci etapına yüksələnlərə deyirlər Paramatma yaxud Alican, hər bir canlı varlığın qəlbində olan Tanrının lokal formasıdır. Üçüncü etapına deyirlər Bhagavan, yəni bu şəxsiyyətdir, konkret fərdi şəxsiyyətdir ki, hansından birinci ikisi təzahür edir. Yəni Paramatma ilə Brahman, nur. Alicanla nur, Allah'a ali şəxsiyyətindən təzahür edir. Əzəli, mütləq həqiqət, ali şəxsiyyətdir, Bhagavan. Ona görə bu kategoriya insanlar Tanrının mütləq həqiqətin dərkinin birinci etapında ilişiblər, ilişib qalanlardır. Ona görə ki, niyə görə? Ona görə ki, bu müstəqil səylə inkişaf eləmək istəyən insanlardır, müstəqil. İki variant var da, transendental biliyin və özünü dərk etmə prosesində getməyin iki dənə yolu var. Birinə deyirlər müstəqil səylərlə, cəhdlərlə getmək, birinə də deyirlər Allah ali şəxsin avtoritet, mötəbər nümayəndəsini qəbul eləyərək, onun rəhbərliyi altında getməyə deyirlər. İki variantdır, gördünüz. Ona görə birinci variant bu tədricən yüksəlməyə çalışanlardır da. Yəni birinci Allah'a həqiqəti nur kimi dərk edirlər, sonra onların səmimiyyəti gərəyincədirsə, onlar tədricən onu Paramatma Alican kimi dərk edirlər, hər yerdə olan. Üçüncü səviyyədə onu Allah ali şəxs kimi təcillər. Bu yol Vedalarda, Bhagavad Gita'da bu yol çox məşəqqətli, ağır, tikanlı, daşlı, kəsəkli yol hesab olunur. Bu yolla hər adam gedə bilmir və hər adam da bu yolda uğur qazana bilmir. Çox çətin məsələdir. Çox çətindir. Bhagavad Gita'da bu da deyil. Çünki həqiqət o qədər çox şaxəlidir ki, o qədər rəngarəng təbiətlidir ki, o qədər orada müxtəlif nədir,
səviyyələrə, şuur səviyyələrinə haqq qazandırıcı məqamlar var ki, çox asanlıqla insan bu yolda dolaşa bilir, yolunu aza bilir, yanlış yola düşə bilir. Çox asanlıqla, bildiniz? Çünki mütləq həqiqət elə bir şeydir ki, onda bu dünyada elə bir varlıq yoxdur ki, o mütləq həqiqətdə özünə yer tapmasın, haqq qazandırmasın özünə. Elə deyil. Məsələn, bugün oğru da, fırıldaqçı da, narkoman da, üzr istəyirəm hamımızdan, bandit də, və s. də, fahişə də, hamı özünə haqq qazandırmasa yaşaya bilməz. Ondan hansı ilə ünsiyyətdə olsaq, görəcək ki, onlar özlərinə haqq qazandırırlar. Özü argumentləri də var ki, bax, mən özümü buna görə belə aparam. Bu argumentlər qoyur qabağına. Fərqi yoxdur, o nə dərəcədə dərindir ya dərindir. Öyle faktordur ki, onlar argument qoyurlar ki, mən buna görə özümü bu cür aparıram. Başa düşürsən? Yəni özünə haqq qazandırır. Özünə haqq qazandırmaq bu deməkdir ki, haqq, ali haqq, ədalət də prinsipi o elə qoyulub ki, orada istənilən insan özünə haqq qazandıra bilsin. Yəni Tanrı yaratdıqlarını o qədər böyük transendental sevgi ilə sevir ki, istənilən səviyyənin insanına nədir haqq qazandırır ki, sən mənim balamsan. Çox istəyirək ona görə. Haqq qazandır ki, o yaşasın. Çünki insan özünə haqq qazandırması yaşaya bilir axı. Gedib getsin onda intihar eləsin, öz samobist eləsin, bildiniz? Ona görə mütləq həqiqət də belədir. Veda fəlsəfəsi, Quran fəlsəfəsi, İncil fəlsəfəsi, ümumiyyətlə yoga fəlsəfəsi elədir ki, orada hər cür baxışa, hər cür dünya görüşünə, hər cür təsəvvürə, hər cür təmizliyin miqdarına, qəlbin təmizliyin miqdarına, yəni hər səviyyəyə orada haqq qazandırıcı momentlər var. Hər səviyyənin insanı orada özünə yol seçib gedə bilər. Bildiniz nə tərəf? Bu da mütləq təbiətidir, mütləqin təbiətidir. Çünki mütləq haqq rəngarəngdir. Baxın, bütün bu rəngarənglik hamısı öz nəyini mütləqdə tapır da, mütləq həqiqətdə tapır. Öz əksini, bütün bu rəngarəngliyə baxın hələ küllü miqdarda 8.400.000 canlı varlıq forması var bizim kainatda. Forması var, növü var. Hələ gör onların sayı nə qədərdir, bildiniz nə tərəf? Məsəl üçün deyirəm də, bunların hamısı müxtəlif şuur səviyyələridir, bildiniz? Ona görə də iki transendental yoldan biri ki müstəqil yoldur, biri də Tanrının mötəbər nümayəndəsinə rəhbərliyin qəbul edərək gedən yoldur. Müstəqil gedişdə dəmir dövrünün insanları üçün xüsusilə də çox böyük problemlər var. Ona görə ki, dəmir dövrünün insanlarına diqqəti yayındırıcı, ağlı çaşdırıcı, sonra illüziya qərq edici, sonra dolaşdırıcı faktorlar küllü miqdardadır. Həddindən artıq güclü inkişaf eləmiş Allahsızlıq, ateizm, materializm, canım sizə desin, sonra bu elmi texniki tərəqqinin məhsulları, yəni küllü miqdarda şeylər var ki, insanın diqqətini yayındırır. Və bir də üstəgəl o qədər müəlliflər çıxıb ki, o qədər filosoflar, o qədər məktəblər, o qədər dini qollar, bir dində baxın, bir dində 72-73 firqə var. Hər firqənin içində cürbəcür əlavə qollar var. Hindistanda da belədir, Hinduizmdə, İslamda da belədir, Xristianlıqda da belədir. Küllü miqdarda qollar aralanıbdır, məktəblər aralanıbdır. Hərənin özünün nəzəriyyəsi var, hərənin özünün təklifi var. İndi gəl bu qədər bax bu müxtəlifliyin rəngarəngliyin içində sən düz bir dənə haqqı yolu ilə, düz bir dənə cığırla get görüm, özü gücün çatar, xeyr, mümkün olan şeydir. Qeyri-mümkündür, bildiniz nətər? Bu da hamısı dəmir dövrünün nəyidir? Fəsadlarıdır. 5000 il bundan qabaq başlayan dəmir dövrünün. Amma 5000 ildən qabaq bürünc dövrü, gümüş dövrü, qızıl dövrlərində insanlar konkret olaraq Tanrının hamısı şəxsiyyət kimi tanıyırlar. 90% planetin əhalisi bilirlər ki, Allah şəxsiyyət. Niyə? Ona görə ki, o bura nazil olurdu. O bura özü nazil olurdu, özünü göstərirdi. Üstəgəl onun fədailərinin, yəni Allah ali şəxsiyyətin fədailəri küllü miqdarda, saysız fədailəri vardı, təbliğat aparırlar. Məbədlərdə onun konkret formaları vardı, şəxsiyyət kimi də, şəxsiyyət forma deməkdir. Və ona şitayiş edirlər, başa düşdünüz, məbədlər Hindistanda, dünyada, məbədlərdə Tanrının formaları var. Ona görə özünə arxalanan, özünə güvənən, özünün dərrakəsinə, özünün intellektinə, özünün səylərinə, özünün zahidliklərinə, özünün meditasiyasına, özünün elmi fəlsəfi müşahidələrinə, mülahizələrinə arxalan adamlar
bu cür şeylər irəli sürürlər. Başa düşdünüz? Bu cür baxışlar. Ki Allah belədir, Allah belədir, Tanrı belə. Bunlar cürbəcür şeylərdir. Bu nə tərəf. Amma ki kim ki Allah Ali şəxsin özünün avtoritetini qəbul edir, mötəbərliyini, Tanrının, başa düşdünüz, mötəbər mövqeyini qəbul edirsə, onlara bütün bu rəngarənglik, müxtəlifliyin, bütün bu çaşqınlıqların içindən Tanrı özü cığır, bir dənə cığır yaradır, cığır. Bax, cığırla gedirsən. Cığırla gəl, sən gəlib çıxırsan mənim üstümə. Allah Ali şəxsin üstünə. Məsələ olduqca ciddidir burada. Ona görə də kimlər ki, o adamlar ki, hansıların ki, ruhani ustadı yoxdur, onlar Bhagavad Gita Krishnanın sözləridir, Allah Ali şəxsin sözləridir. Bu hansısa bir dənə insanın sözləridir ki, bunu bütün planet bilir, bütün avtoritetlər bilir, bütün filosoflar bilir, hamı bilir ki, Bhagavad Gita mötəbər bir əsərdir, mötəbər bir yazır və orada Krishna özü danışır, Allah Ali şəxsi özü. Və orada deyir ki, sən həqiqəti bilmək istəyirsənsə, Tadvidi Pranipatena Pariprashnena Sövya, Ufadeksandete Genam Genal Satvadarsın, 4.34, 4-cü başın 34-cü mətni. Deyir, sən həqiqəti bilmişsənsə, get yaxınlış ruhan ustada. Ona görə də məsəl üçün görürsünüz, hətta səmavi dinlərə Krishna özünün nümayəndəsini göndərir. Məhəmməd Peyğəmbər sallallahu, İsa əleyhissalam. Məsəl üçün də heç təsadüfi deyil, düzdür? Yoxsa elə belə fəlsəfənin biliyi necəsə ötürərdi, insanlara deyərdi, oxuyun gəlin. Yox, şəxsiyyət göndərib ki, siz bu şəxsiyyətə sığınmalısınız, bildiniz? Onlar ruhani üstadlardılar. Məhəmməd Peyğəmbər sallallahu ruhani üstaddır, İsa əleyhissalam ruhani üstadlar, burlardır. Tanrının mötəbər nümayəndələridir, bildiniz? Ona görə də mötəbər nümayəndə, Tanrı mötəbər nümayəndəsində, bunun da özünün fəlsəfəsi var. Mən bunu danışsam uzun böyük söhbət alınacaq. Mənim mühazirəmdə bu şeylərin hamısı vardır. Yəni, niyə görə məhz ruhani ustada sığınmaq lazımdır? Oradakı sir nədədir? Vaciblik nədədir? Bunda özünün şeyi var, izahı var. Bununla maraqlanmaq istəyəndə mən onu da ayrıcana görə izah edəyəm. Ruhani ustada sığınmağın sirləri, vacibliyi, sonra burada məsələnin ciddiliyi, bilir nətərim. Ona görə ruhani ustada sığınmayan insanın danışdıqları, fəlsəfəsi, söhbətləri bundan hamısı cəhvəngiyyatdır. Başa düşün, belə şeydir. Fəlsəfi mülahizədir və fəlsəfi spekulyasiya deyirlər el üstündə. Cəhvəngiyyatdır. Nə gəldi insan özünün çox məhdud düşüncələrini həqiqət kimi qələmə verir. Bizim hisslərimizdə, ağlımızda, dərrəkəmizdə bunlar həddindən artıq məhduddular, qeyri-məhdud olanı dərk eləməkdə. Başa düşdünüz? Ona görə də bizim özümüzün bu məhdud düşüncələrimizlə, ağlımızla, dərrəkəmizlə insanın dediyinin nə dərinliyi ola bilər. Düzdür? Bəli. Ona görə də biz özümüzdən qabaq gələnləri, Tanrının dediklərini, Tanrı Allah Ali şəxsin dediklərini öyrənib təkrar eləyəndə bizdə düzgün istiqamətdə dərk etmə, inkişaf eləmə düzgün istiqamətdə gedir. Çünki mənbə mötəbərdir və eyni zamanda da mükəmməldir. Mənbə hardan ki mən fəlsəfi dünya görüşümü, realizasiyamı, həyata baxışımı, sonra həqiqəti anlamağımı götürürəm, mənbə hardan? O mükəmməl olmalıdır. Əgər mənbə mükəmməl deyilsə, mənim oradan götürdüyüm məlumatlar da qeyri-mükəmməl olacaqdır. Onda mənim təsəvvürlərim də qeyri-mükəmməl olacaqdır. O mənim getdiyim yolda, o mənim mövqeyim də qeyri-mükəmməl olacaqdır. Bildiniz? Qeyri-mükəmməllə mütləq mükəmməli necə fikir yürütmək olar? Mütləq həqiqət, mütləq mükəmməldir. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gələndə isə insanlar burada maddi bədən və onun gətirdiyi istirabları duyurlar. Hiss edirlər ki, maddi bədən doğulur, xəstələnir, qocalır, ölür, canlanır, görür ərabiyyəti. 7 cür zülmdən keçir də bədən, 7 cür. Doğulur, xəstələnir, qocalır, ölür. Bir, ağlı insana həddindən artıq güclü istirablar verir. Müasir dövrdə xüsusilə ağıl. Sonra başqa canlılar insanlara cürbəcür əzab-əziyyətlər verirlər. İnsanlar, heyvanlar, həşratlar və s. Sonra bir də təbiət ünsürləri, təbiət qüvvələri, təbiət hadisələri, zəlzələlər, epidemiyalar və s. Buna deyirlər 7 cür istirab. Bu 7 cür istirabdan insan heç bir bəzilə yaxa qutara bilmir. Ona görə bu 7 cür istirabın mövcudluğu insanı istər-istəməz itəliyir həyat haqqında düşüncələri ki, bu həyat nə olan şeydir axı? Üstə gəl karma qanunu, yəni insanın elədiyi əməllərə
əks təsirləri, əks reaksiyaların gəlməsi. Bir həyatında da gələ bilir, növbət həyatında da gələ bilir. Baxın, insanlar doğulurlar və onların həyatına elə cürbəcür hadisələr gəlir ki, elə cürbəcür xoşa gəlməz şeylər gəlir ki, elə cürbəcür bəyənmədiyi şeylər gəlir ki, insan heç onları bəyənmir. Amma hiss edir ki, bunları yaşamaq məcburiyyətindədir. Yəni elə bir ki, hansısa bir qüvvə buna deyir ki, sən rus demişkən, texnikudan higiyenliksə, yəni hər sərə qaça bilməzsən, sən bunları yaşamalısan. Bildiyin nətər? Hansısa bir qüvvə insana deyir ki, sən bunları yaşamalısan. Bu bədəni, ya bədəni xoşuna gəlmir, ya doğuluşu xoşuna gəlmir, ya ailə xoşuna gəlmir, baxın, ya millət xoşuna gəlmir, ya doğulduğu ölkə, torpaq xoşuna gəlmir, ya sosial durumu xoşuna gəlmir, kasıb ailəsində doğulubdur, ya sifəti xoşuna gəlmir, o qədər gözəl deyil. Məsəl üçün da, ya elələri var ki, cinsi xoşuna gəlmir. Amma qadın doğulubdur, kişi olmaq istəyir. Kişi doğulub, qadın olmaq istəyir. Gedir operasiya eləyir ki, mən özümü çevirə biləcəm kişi, ya da kişi desə deyə özümü çevirəcəm qadın. Bax, bunlar nə deməkdir? Bunlar demək, bunlar belə karma. Və insan karmanda gücünü, qüdrətini hiss edir ki, baya üstümüzdə bizdən soruşmadan, bizim iradəmizə əks zidd olan hökm vardır. Və ki, o hökm bizi məcbur edir ki, biz bəyənmədiyimiz, istəmədiyimiz belə şeyləri yaşayaq. Düzdür? Xoşbəxtlik istəyirsən, bədbəxtlik qapını döyməmiş gəlir. Sağlamlıq istəyirsən, xəstəlik qapını döyməmiş gəlir. Ne döyür? Bəli. İnsan iradəsinə zidd olaraq. İndi 7 cür istirab üstə gəldə bu, karma qanunu. Bunların hamısını yaşayan insanın günlərin bir günündə belə insanlar var ki, heyvani instinktləri məmnun etməkdən kifayətlənir. Bir yeməyi var, yatmağı var, gərəyincə seksi var və salam. Rahatdır. Yaşayır özü üçün heyvan kimi. Buna deyirlər heyvan şuuru. Ölüb gedir və salam. Amma elə insan var ki, bunları eləyir, bunlardan da məmnunluq duymur, yenə də axtarışa girişir. Bax, belə insanlar fəlsəfi axtarışlara gedirlər, oradan soruşurlar, buradan soruşurlar, oradan maraqlanırlar, buradan maraqlanırlar, beynini başlayırlar ovuşturmağa, alnının qırışlarını ki, bu nədir axı, niyə bu belədir, niyə mən məcburam bu cür yaşamağa, o qədər insan niyələr çıxır, ədalətsizliklə üzləşir, bunu ədalətsiz sayır, onu ədalətsiz sayır, o filosofa sual verir, bu filosofa sual verir, o dindardan soruşur, bir dindardan soruşur və s. Bax, beləcə, belə kateqoriya insanlar var ki, onlar müstəqil şəkildə axtarışa özlərindən asılı olmayaq ki, bu nə məsələdir axı, niyə görə bu belədir, niyə bu belədir, niyə biz, bax, belə insanlar indi saat vardır, özü çox da az deyil, düzdür. Belə olanda insan son nəticədə gəlir, çıxır belə bir, mən sizə izah eləmək istəyirəm ki, impersonalist kimdir və hardan gəlirlər. Belə olanda insan gəlib çıxır o şeyin üstəki, görür ki, bunun bədəni, bunun istirab mənbəyidir də. Bədən istirab mənbəyidir. Başa düşdünüz? İnsan bədəni insana istirab verir, ağıl istirab verir, bədən xəstələnir, qocalır, ölür. Hamısı bizim iradəmizin ziddinədir, düzdür? Onda belə o həqiqət axtarışlar elə bir kateqoriyalar var ki, məsələn, buddistlər buddizmə üstünlük verirlər. Məsəl üçün, Avropa sivilizasiyası belə bir sivilizasiyadır. Sonra Azərbaycanda bu inkişaf edən adamlar vardır ki, onlar baxırlar ki, bədən, sən demə bizim maddi bədənimiz istirab mənbəyidir. Bədən bizə istirab gətirir, baxın hələ. Baxın, insanlar milli mənsubiyyətindən istirab çəkirlər, dini mənsubiyyətindən istirab çəkirlər. Orada müharibə, burada müharibə, orada didişmə, burada didişmə. Bədənin qocalmağından istirab çəkir, xəstələməyindən istirab çəkir. Bədəni dünya övladlar, uşaq gətirir, ailə gətirir, evlənir, arvadı var, arvadından istirab çəkir, ərə gedir, ərindən istirab çəkir. Yəni, baxır ki, bədəni ilə əlaqədar olan hər bir şey buna çox küllü miqdarda istirablar gətirir, başa düşdünüz? Ona görə bu fikirləşir ki, bu bədən illüziyadır, bu bədən özü illüziyadır, bildiyiniz nətər? İnsan özünün ruhunu, varlığını, ruhi varlığını dərk eləməlidir və bu bədənin, nədir, bədənin şeylərindən gətirdiyi istirablardan bu yolla azad olmalıdır. Bildiyiniz, mən ruham, bədən deyiləm. Onda belə insan bədənə aid olan şeylərin hamısını azaltmağa, söndürməyə çalışır. Bunlara deyirlər impersonalistlər. Onlar həqiqəti bu cür başa düşürlər ki, həqiqət işıqdır, enerjidir, nurdur, bitib tükənməz, hüdudur, həddi hüdudu görünməyən bir dənə enerjidir, başa düşürüz. Böyük bir dənə dərrakədir. Nəsə deyək də, adını nəsə qoyurlar da, impersonalistlər.
və bədənin bu cür istirab mənbəyi olduğu faktını başa düşəndən sonra bədəni ya bədəndən tədricən imtina edirlər, nə mənada ki, bədənin fəaliyyətlərini məhdudlandırırlar, özlərini vururlar cürbəcür meditasiyalara, cürbəcür yoqalara, cürbəcür fəlsəfələrə, düzdür, bədənin şeylərini azaldırlar. Yaxud cürbəcür qeyri-ənənəvi yollarla gedirlər, olurlar hippi, başa düşdünüz nətəri? Narkoman olurlar, gedirlər narkomaniya qoşulurlar, sonra canım sizə desin və s. Buna bənzər yollara gedib düşürlər, başa düşdünüz? Çünki hiss edirlər ki, bədən istiraf verir, bildiniz, bədən istiraf verir. Ona görə bədənin bu qədər istirafları insanları bədənin istiraf mənbəyi olmağa, insanlara belə bir realizasiya gətirir ki, biz bədəndən kənar varlığımızı dərk eləməliyik. Bədəndən kənar bizim varlığımız ruhdur. Bildiniz, o da bu bitib tükənməz ruhun bir hissəsidir. Başa düşdünüz? Və mən o bitib tükənməz hüdudsuz ruhun bir hissəsiyəm. Ona qarışmalıyam. Onunla vəhdətdə olmalıyam. Bildiniz, bu impersonalizm fəlsəfəsinin, impersonalizm dünya görüşünün fundamentidir, özülüdür. Bildiniz nətərim? Və belə olan bu insanın bu dünyadakı rəngarəng münasibətlərinin, sonra insanın bu dünyadakı rəngarənglik, forma rəngarəngliyi, rəng rəngarəngliyi, səs rəngarəngliyi, yəni hər şeyin buradakı bu rəngarəngliyi var. Bunların hamısını sıfırlaşdırmağa çalışır. Ki, bunların hamısının adını qoyulur illüziya. Elə bunların hamısı illüziyadır, maya, illüziya. Şeytan əməlidir, başa düşdünüz? Bütün bu rəngarəngliyin hamısı. Çünki bunların hamısı istirab mənbəyidir. Hər şey istirab gətirir burada. Bildiniz? Burada hər şeyi istirab gətirir. Həzz dediyi şeylərdə o şeylər ki, insanlar həzz deyirlər. Biraz həzz alırlar, arxasınca görürlər ki, bu həzzin dalcı istirab gəlir. Elə deyil. Cinsel əlaqədən, seksdən həzz alırlar, baxırlar ki, seksin dalcı elə böyük istirablar gəldi ki. Çünki içməkdən, yeməkdən, sonra təbiətdən, nə də istəyirsə həzz alır, həzzin dalcı istirab gələndə insan peşman olur, məyus olur. Bildiniz nə? Hiss edir ki, hər bir həzzin dalcı ondan ağır istirabı da gəlir. Bildiniz? Ona görə də onlar bu rəngarəngliyi, münasibətlər rəngarəngliyini, formalar rəngarəngliyini, sonra canım sizə desin, sonra növlər rəngarəngliyini, bütün bu müxtəlifliklər, rəngarənglərin hamısını sıfırlaşdırmağa çalışırlar impersonalistlər. Buna görə də onlar bu yolu tuturlar ki, Allah böyük bir dənə enerjidir, böyük bir dənə nurdur və biz həmən o enerjinin, nurun hissəciyik, bir hissəsiyik. Biz də özümüzün həmən o təbiətimizi dərk eləyəndə biz də görürük ki, həmən o bitib tükənməz, hüdudsuzun bir hissəsiyik də. Biz hamımız onda cəmləşəndə oluruq o. Elə oluruq o, başa düşdünüz? Soham deyirlər sanskrit dilində buna, soham. Elə mən də oyam. O da mənəm, mən də oyam. Başa düşdünüz? Çünki mən onun hissəciyəm, bizim hamımız. Biz birləşirik, bir yerə oluruq o. Bilirsiniz? O nurda, böyük nurda birləşirik, oluruq o. Soham. Biz oluruq o. Elə o həqiqət bizik. Başa düşdünüz? Bu vaxtı bu dünyada, maddi dünyada mövcud olan bütün bu rəngarəngliklər, müxtəlifliklər, başa düşdünüz? Mən sadaladım hansılar. Bunların hamısı sıfırlaşdırılır. Bunların hamısı illüziya sayılır. Buddizmdə bu cürdür. Buddizmdə buddistlər meditasiya gedirlər. Boşluq fəlsəfəsi inkişaf elətdirirlər ki, boşluqdur. Həqiqət boşluqdur. Biz boşluqdan çıxmışıq, hamımız bir də boşluğa qaydırıq. Ona görə belələrin yanında şəxsiyyət Allahdan danışanda da, Allahın şəxsiyyətindən, Krishnadan, Ramadan, kimdən danışırlar şəxsiyyəti. Onlar deyirlər ki, o da həmən bu boşluğun, yaxud bu impersonalizmin, bu nurun bir də dənə hissəcidir, amma çox qüdrətlidir. Bizlərdən də qüdrətlidir, dərinə gedib də. O gəlir burada illüziyadan, həmən bax bir illüziya enerjisindən, mayadan forma alır. Onu özünün qüdrəti ilə burada təzahürlətdirir, yaşayır onun, biruzə verir özünün gücünü, qüdrətini. Sonra bir də təzədən qayıdır, bu formanı təhvil verir, illüzor enerjiyə, özü yenə qayıdır, qarışır həmən böyük nura. Bax, buna deyirlər impersonalizm, başa düşdünüz? Mayavadizmdə bütün bu rəngarəngliklərin, müxtəlifliklərin, bunların hamısının son nəticədə mayanın enerjisi olduğunu və mütləq həqiqətin də həmən bu mayanın enerjisinin təsiri altına düşməyə məcbur qaldığını gəlir düşür və burada
bizlərlə bir yerdə yaşayır, sonra da təzədən özünü qaytarır öz bədənini, verir həmən bu illüzor enerjiyə. Özü bir də qayıdır umumi nura qərq olur. Bunlara deyirlər mayavadilər. Mayavadilər Tanrının burada gələndə şəxsiyyətinin və onun mücəssəmələrinin bütün həyata keçirdiyi rəngarəng fəaliyyətlərin hamısını mayanın mayanın təsiri altında olduğunu qəbul edirlər. Maya illüzor enerji, bildiniz? Bunlara deyirlər mayavadilər. Mayavadilər impersonalistlərin daha nəcib formasıdır. İmpersonalistlərin daha nəcib formasına deyirlər mayavadilər. Daha incədirlər. Başa düşdünüz nətərim? Amma onlar da impersonalistlərdirlər. Ona görə bu sualda qoyulmuş həmən oğlan, o adicənə bir dənə impersonalistdir, özünün də xəbəri olmadan, o belə bir dənə transendental yolun bu formasını azdan, çoxdan, yalandan, palandan biraz dərk eləyib ki, Ali Nur və biz də o Ali Nurun hissəciyik, bizdə ruhun heç bir ölçüsü yoxdur, Allahın heç bir ölçüsü yoxdur, o da ölçüyə gəlməzdir, biz də ölçüyə gəlməzik. Biz də bu yolda inkişaf elədikcə, özümüzün ruhi imkanlarımızı, qabiliyyətlərimizi dərk elədikcə, biz də oluruq elə o, başa düşdünüz? O da nurdur, biz də nuruq. Fərqi nədir ki? Heç bir fərq yoxdur. Yəni biz də bizim hamımız bir yerdə Allahıq. Allah o mənada şəxsiyyət konsepsiyasında yox, bax Ali Nur konsepsiyasında, bildiniz? Biz oyuq. Şəxsiyyət kimi, çünki onlar onu şəxsiyyət kimi qəbul etmirlər. Amma Allahın şəxsiyyəti, Vaişnavizm fəlsəfəsi, Bhagavad Gita fəlsəfəsi, sonra Məhəmməd Peyğəmbər sallallahu fəlsəfəsi, İsa əleyhissalam fəlsəfəsi, bunların hamısı deyirlər ki, yox. Dədə. Bu gördüyün rəngarənglik, müxtəlifliyi, forma müxtəlifliyi, növ müxtəlifliyi, münasibətlər müxtəlifliyi, rəngarəngliyi, rənglər, səslər, hər cür görür nə qədər müxtəliflik var, rəngarənglik. Bunlar hamısı illüziya deyirlər. Bunların hamısı reallıqdırlar. Başa düşdünüz? Onları illüzor enerji bizə təqdim eləyir. Tanrının illüzor enerjisi bizə təqdim eləyir. Amma onlar illüziya deyirlər. Onlar hamısı reallıqdırlar. Şəxsiyyət 5 dənə faktor deməkdir. Nama, rupa, guna, lila, dhama. Nama, rupa, guna, lila, dhama. Yəni sanskrit dilində, Azərbaycan dilində adı olan, forması olan, özünə məxsus keyfiyyətləri olan, konkret fəaliyyətlə məşğul olan, bir də əbədi, əzəli bir dənə mövcud olduğu yer olana deyirlər şəxsiyyət. 5 dənə faktordur. Nama, rupa, guna, lila, dhama. Bunun adı var. Baxın, bütün bu rəngarənglik var, müxtəliflik var ətrafımızda. İnsanların, heyvanların, həşəratların, quşların, bitkilərin, canım sizə desin, rənglərin, səslərin, dadların, münasibətlərin, bax bu qədər bitib tükənməz rəngarənglik var. Baxın, bunların hamısının özünün adı var. Deyir, bir ağacın iki yarpağı bir-birinə oxşamır. Bir ağacın iki yarpağı bir-birinə oxşamır. İki dənə bir-birinə eyni ilə oxşar həşərat da tapa bilməzsən. İki dənə tamamilə bir-birinə oxşar, hətta əkiz uşaq tapa bilməzsən ki, 100% bir-birinə oxşayırlar. Düzdür, bu rəngarənglik var. Personalistlər, personalist yol, yəni Tanrının mötəbər nümayəndəsinin rəhbərliyini qəbul edənlər, bunlar Allahın mütləq həqiqəti personalist, yəni şəxsiyyət kimi qəbul edənlərdir ki, onun da şəxsi mötəbər nümayəndəsini qəbul edirlər. Onun şəxsiyyət kimi mötəbər nümayəndəsini qəbul edirlər. Şəxsiyyət kimi gəlir. Şəxsiyyət formadır. Amma impersonalistlər bədənə aid olan məsələlərdən o qədər istirab verici, əzab verici təcrübə toplayıblar ki, onlara təzədəndən bir də formadan danışanda, müxtəliflikdən danışanda, şəxsiyyətdən, onun fəaliyyətindən danışanda onlar başlarını tuturlar ki, yox, həqiqət şəxsiyyət ola bilməz, mümkün olan şeydir bu. Şəxsiyyət, sizin dediyiniz şəxsiyyət bu illüziyadır, illüzor enerjinin verdiyidir bizə. Bütün bu formalar, bunların hamısı illüziyadır, illüzor enerji verib bunları. Hamısı şeytan əməlidir, mayadır bunların hamısı. İmpersonalistlər belə deyirlər, başa düşürsünüz? Amma Tanrı'nın şəxsiyyət kimi tanıyanlar, o bizim Şrimad Bhagavatam, Bhagavad Gita, Veda fəlsəfəsində şəxsiyyət kimi Tanrı özü çıxış eləyir. Transendental ruhi forması var, adı var, keyfiyyətləri var, fəaliyyəti var, bir də əbədi əzəli məskəni var. Bunun başa düşdünüz? Veda fəlsəfəsi bunu verir, Bhagavad Gita bunu verir, Şrimad Bhagavatam bu barəsində danışır bütünlüklə, başa düşdünüz?
Və buna bir fəlsəfi məktəb olmayaraq qalmasın deyənə bunu sübut dəlil burada yaşadıklarımızdır. Personalistlər Allahı şəxsiyyət kimi qəbul edirlər. Deyirlər ki, burada bu illüzor enerji də Tanrının enerjisidir. Buradakı bu illüzor enerjinin bütün bu fəaliyyətinin bütün bu miqyası, yəni bunların hamısı həqiqətin bu cür olmasından xəbər verir. Bunlar hamısı bunları illüzor eləyən, şeytən əməl eləyən bunların müvəqqətiliyidir. Bunların özü deyil, özü reallıqdır. Yəni maddi olan bir şey də reallıqdır. Mənim bədənim, adım var, mən burada fəaliyyətlə məşğul. Bunlar hamısı reallıqdır. Müvəqqəti olmağı illüzordur. Məsələn, illüzorluğu müvəqqətiliyindədir. Müvəqqəti olmağı bu deməkdir ki, bunlar sənə verilirsə, sən başa düşməlisən ki, əzəldə həqiqət özü bu cürdür ki, onun illüzor enerjinin təqdim elədiyi də bu cürdür də. Yəni mənim paltarım əynimdən çıxardıb yerə atsam, bir topa əskidir. Belə deyil. Mənim paltarımı əynimdən çıxarıb yerə atsam, bir topa əskidir. Amma mən onun üstümə geyinəndə həmin dəqiqə forması görsənir. Deməli, bu əskiyə, bir topa əskiyə formanı verən mənim bədənimdir. Başa düşdünüz? Ona görə də personalizm fəlsəfəsi deyir ki, bütün bu ətrafdakı rəngarənglər, müxtəliflər, formalar, dadlar, ləzzətlər, münasibətlərdə olan müxtəliflik, rəngarənglik, bunların hamısı onun daxilində reallığın üzərinə tikilibdir. Reallığın üzərinə qurulubdur. Yəni bunun daxilindəki reallıq ruhi canlıdır, bir də Allah ali şəxsdir. Bildiniz, onun üstünə ölçülüb biçilibdir. Dərzi paltarı insanın üstünə ölçüb biçib geyindirdiyi kimi, həqiqətdə illüzor enerji ruhi canın üzərinə, Allah ali şəxsi üzərinə, illüzor enerjinin imkanlarından istifadə edərək bax bizim bu gördüyümüz dünyanı bütün rəngarəngliyinə ölçüb biçib geyindiribdir. Başa düşdünüz? Ona görə personalizm fəlsəfəsi deyir ki, mütləq həqiqət şəxsiyyətdir. O transandental formaya malikdir. Əks halda bu qədər formalar hardandır? Əzəli mütləq həqiqət özü formaya malik olmasa özündən bu qədər forma çıxar. Sübut bu bizim həyatımız. Baxın görün, qadınla kişi evlənirlər, cinsi əlaqədə olurlar. Onlar özləri kimisini törətmirlər, ha. Quşla quş cinsi əlaqə yerib özü kimisini törətmir, ha. Ağacın toxumunu yerə bitirirsən, özü kimisini bitirmir, ha. Bu həqiqət deyil, nədir bəs? Bu fəlsəfə deyil, nədir bəs? Bu deməkdir ki, həqiqət formaya malikdir. Əzəli həqiqət formaya malikdir ki, formadan formalar doğur. Bütün burada maddi dünyada gördüyümüz müxtəlifliklər, rəngarənglər, formalar, sonra münasibətlər, həzlər, ləzzətlər, bunların hamısının əbədiyyətdə bunlardan da milyonlarla qat artıq dərəcədə rəngarənglikləri mövcuddur. Burada biz onların sadəcə olaraq illüziyanın üzərində əksini əldə edirik. Necə ki, dümdüz gölün qırağında otursaq, durğun bir gölün qırağında otursaq, axşam tərəfi, baxacaq ki, ayın kölgəsi düşür, ayın əksi düşür oraya, suya. Gedib barmağınla toxunsan, toxunduğun ay olan deyil, su olacaq. Amma gördüyümüz aydır. Baxırsan aydır, toxunursan sudur. Ayın suda əksisi, başa düşdünüz? İndi sən deyəsən ki, sudakı əksi illüziyadır. Yoxdur o əslində. Nətə yoxdur? Sən onun toxunursan, əlin dəymir, ona görə. Bəs onun özü olmasa, onun əksi ora necə düşübdür? Onun özü var ki, onun əksi ora düşübdür. Başa düşdünüz? Buna deyirlər personalizm fəlsəfəsi. Yəni, burada bu qədər rəngarənglik, bu qədər gözəlliklər, bu qədər həzlər, ləzzətlər, müxtəlifliklər, münasibət müxtəliflikləri, hər şeydə, yəni bunların hamısı reallıqda var ki, burada illüzor enerjidə bu cür əks veribdir. Başa düşdünüz? Bu cür əks olunubdur. Əks olda hardandır bu şeylər? Ona görə də mütləq həqiqət şəxsiyyətdir. Və o şəxsiyyət bütün bu küllü fərdi şəxsiyyətlərin hamısının əzəli mənbəyidir. Başa düşürsünüz? Əzəli mənbədir. Əzəli Allah ali şəxsiyyətdir. Və o onun deməli varlığı yerdə qalan bizlərin hamısının varlığından sonsuzluq qədər artıqdır, üstündür. Yəni buna da nümunə deyim sizə. Bu ona bənzəyir ki, okean var, bir də okeanın bir damcısı var. Okeanın damcısı ilə okean keyfiyyətcə eynidirlər. Damcının tərkibi, kimyəvi tərkibi ilə okeanın kimyəvi tərkibi eynidir, düzdür? Amma damcının imkanları okeanın imkanları qədər deyil. Damcı okean işini görə bilməz. Okean gördüyü işi damcı görə bilməz. Bu məsələ durur. Mən şəxsiyyətəmsə,
məni əhatə eləyənlər hamısı şəxsiyyətlərdirsə, onda bunların hamısı bir dənə şəxsiyyətdən törüyür. Buna sübut. İndi dediyimə sübut. Məsələn, mən məsəl üçün bir ailəyəm, ailədə 6 uşağıq, məsəl üçün deyirəm. 4 qardaşıq, 2 bacı. Məsəl üçün da, ha? Bizim bu 4 qardaş, 2 bacının bir dənə atası var. Bir dənə atadan törəmişik. Bir ata. Bildiniz? Atamız birdir, amma 6 qardaş, bacı qardaşıq da, düzdür? Bu ata bizim bu 6 uşağın mənbəyidir. 6 uşaq, biz 6 dənəsi ondan törəmişik. Başa düşdünüzmü? Onu biz fikir verin, istədi istəmədik. Ənənə belədir ki, istədi istəmədik. Ona ehtiram göstəririk, ona bütün necə deyirlər, hörmətimizi bildiririk, onu başçımız kimi qəbul edirik, ailənin başçısı kimi qəbul edirik, ona tabiçilik göstəririk, düzdür? Biraz da dərinə geçsək görərik ki, bizim atamızın da atası var. O da bizim babamızdır. Ailənin şeyi genişlənir, düzdür? Biraz dərinə geçsək görək ki, bizim babamızın da atası var. Onun da atası var, onun da atası var. Bax, belə-belə gedəcəyik. Deyək ki, 7 qat əvvəldə bir dənə babamıza gedək, dirəşək. 7 qat əvvəldə. Düzdür? 7 qat əvvəldəki bir dənə babamız, bir dənə şəxsiyyət. Ondan bu tərəfə gələnləri hesablasaq görəcəyik ki, o 7 qat əvvəldəki babamızın 5 dənə oğlu olubdu. Onlardan birindən bizim 6-cı qat babamız dünyaya gəlib. Onun da uşaqların birindən bizim 5-ci qat babamız olubdu. Onun da uşaqların birindən bizim 4-cü qat olubdu. Başa siz belə-belə, axı bizim onun yerdə qalanlardan xəbərimiz yoxdur. Sən demə onun 5 oğlu var imiş. Amma o bir dənə idi. Tutdunuz nə dediyim? Bir dənə babadan, ulu babadan. Gördünüz nə qədər qollar ayrıla bilir. Bir dənə baba 4 oğul dünyaya gətirdi. O 4 oğul hərəsi evləndi, hərəsindən 4 oğul dünyaya gəldi. Ondan hərəsi evləndilər, hərəsindən 4 oğul dünyaya gəldi. Sonunda 10-cu nəsildə baxacaq görəcək ki, arasında bir 10.000 dənə orada uşaq var, düzdür? Amma geriyə geçsək görəcək bu bir dənə kişidən başladı hamısı. Bir dənə kişidən başladı. Elə deyil? Həmin o bir dənə kişinin 10-cu nəsildə 10.000 dənə uşağı var. Geriyə fırlatsaq, gedib deyəcəyik bir dənə kişiyə. Başa düşdünüzmü? Bax, buna deyirlər ki, Allah ali, mütləq həqiqət şəxsiyyətdir və ondan bütün bu hamısı törüyür. Başa düşdünüz? Hamısı bundan törüyübdür. Bax, beləcə də mən elə bilirəm ki, bu çox tutarlı variantdır, tutarlı sübutdur. Biz geriyə fırlatsaq, hətta bir kəndin əhalisinin insanlarını, bir kəndin əhalisini götürün, onların əcdadlarına tərəf gedin. Bir də görəsiniz ki, kəndin cəmaatı hamısı bir dənəsində birləşə gedirlər. Sən demə bunların hamısı qohumdular öz aralarında. Başa düşdünüz? Babalarına, babaların babasına geçsən görəsiniz ki, bunlar hamısı birləşdilər. Sən demə bu kənd, bütün kəndin əhalisi bir dənə kişidən törüyübdür. Sən demə. Başa düşdünüz? Bunu mümkün eləmək olsa da, elə deyil. Bu belədir. Bu faktdır, belədir. Başa düşdünüz? Bax, bu fəlsəfə deyir ki, bax beləcə bütün canlı varlıqların nəsillərini, əsillərini analiz eləyək geçsək, zaman oxu boyunca geriyə. Bunların hamısı gedəcəklər, bir dənə şəxsiyyətdə birləşəcəklər. Bildiniz? O da Həzrət Brahmadır. Brahma, 4 başlı mələk kainatı yaradan. Brahma. Brahmanın da atası Krishnadır. Allah ali şəxsdir. Başa düşdünüz? Bu personalizm fəlsəfəsidir. Personalistlər həqiqəti bu dünyanın analiz eləyərəkdən başa düşürlər. Amma onlar bu dünyanı Tanrının mötəbər mövqeyinin rəhbərliyi altında analiz elədiklərinə görə Tanrı onların bizim səmimi səylərimizə görə o elə aparır ki, fəlsəfi analizləri elə aparır ki, biz gəlirik çıxırıq həqiqətin üstünə. Amma insan öz başına gedəndə, öz fəlsəfi mülahizələrinə söykənəndə, özünün əqli cəfəngiyatlarına, özünün düşüncəsinə, özünün hansısa meditasiyasına, onda heç bir garanti yoxdur ki, o bu qədər müxtəlifliyin, bu qədər bitib tükənməz rəngərlərinin içində həqiqətin düzüstüyünə, yolu ilə gedəcəkdir. Bildiniz? O çətin məsələdir. Bhagavad Gita'da Krishna deyir ki, bu çox nədir, həm əzab əziyyətli yoldur, həm də bu yolla getmək çox çətin məsələdir. Düz həqiqətin üstünə gəlib çıxasan, bildiniz? Çox çətin məsələdir. Ona görə də bax bu personalizmin fərqidir. Bu söhbət genişdir. Mən 37 dəqiqə danışıram, amma bu söhbət genişdir. Yəni bu kiməsə nəsə burada danışdıqlarımın içində nəsə müəmmalı qalırsa, konkret oradan soruşsa mən onu izah edəcəm. Mənim danışdıqlarımdan kiməsə nəsə müəmmalı qalırsa, mən ona izah edəcəm bunu. Sualda qoyulmuş məsələ ki, kimsə deyir ki,
kimsə deyir ki, mən özümü dərk eləyə biz gedib oluruq Allah, bu həmin impersonalizm fəlsəfəsidir. Bu impersonalistdir. Yəni mütləq həqiqəti şəxsiyyət kimi ya bilmərəkdən qəbul eləmir, ya da bilərəkdən. Demonik enerjisi güclüdürsə, demonik. Yəni ki, həqiqətə qarşı, Allahın şəxsiyyətinə qarşı bunun içində əvvəlcədən şey var, çox güclü negativ şey var, nifrət var. O bilərəkdən impersonalizm yolunu tutubdur. Ona nə qədər deyirsən de, dirəşir özlüyünə ki, yox, budur və salam. Amma elələri var ki, günahsız insandır, şeydir də, sadəlövdür, yəni ki, onun əslində Tanrı ilə elə bir böyük problemi zadı yoxdur. Sadəcə olaraq hələ səmimiyyəti gərəyincə deyir ki, qarşısına Tanrının mötəbər nümayəndəsi çıxsın. Ona görə də beləsi ilə danışanda o başa düşür və qəbul eləyir ki, hə, sən düz deyirsən. Tanrı şəxsiyyətdir və çönür olur nədir? Personalist. Impersonalistdən çönür olur personalist. Ona görə iki cür insan var. Baxın indi o hansı kateqoriyadandır. Səmimiyyət varsa, Məhəmməd və Əsədullahdan soruşurlar ki, din nədir? Deyir, din səmimiyyətdir. Yəni insanın səmimiyyəti gərəyincədirsə, yəni səmimiyyət nə deməkdir? Yəni onun hansısa bir dənə negativ motivi yoxdur. Negativ niyyəti yoxdur. Hansısa bir dənə negativ niyyəti, yəni niyyəti nifrəti ilə qarşılamayıbdır. Niyyətində nifrət yoxdur. Niyyətində nifrət yoxdur. Niyyətində inatkarlıq yoxdur. Bildiyiniz nifrət, inatkarlıq, qəzəb yoxdur. Başa düşürsünüz, negativ enerjilər niyyətində. Bu demək ki, belə səmimi insandır. Niyyəti saf olan insan səmimi insandır və belə insanı hökmən Tanrı gətirir, çıxardır həqiqətin üstünə. O Cəlaləddin Rumi bu yerdə bir söz deyir. Deyir, axtaran tapmır ki, axtaranı tapırlar. Axtaran tapmır ki, axtaranı tapırlar. Yəni sən səmimi axtarışında olanda, səmimi olanda, Bhagavad Gita'da Krishna deyir ki, səmimi fədailərinə mən özümün mötəbər nümayəndəmi göndərirəm. Ruhani ustadır. Səmimi fəda. Yəni insan səmimi olanda onu hökmən Tanrının mötəbər nümayəndəsi gəlir tapır. O özü gəlir tapır. Biz onu tapırıq, o gəlir bizi tapır. Ki bizə, bizim səmimiyyətimizə cavab olaraq, başa düşürsünüz, bizə düz yolla getməyi kömək edir ki, düz yolla gedək də, yoldan sapmayaq, başa düşürsünüz. Beləcə də kimlər ki, impersonalist olsa da belə, əgər səmimidirsə, onun hökmən o gəlib çıxacaqdır Tanrının hansısa bir mötəbər nümayəndəsinin ya da o nümayəndənin nümayəndəsinin üstünə. Və beləcə gələcək həqiqət tapacaqdır, bildiyiniz nətəri. Bu məsələ ciddidən ciddi məsələdir, çox ciddi məsələdir. İndi kimdəsə nəsə aydın olmayan bir şey qalıbsa, danışdıqlarımdan, müəmmalı bir yer qalıbsa, qaranlıq bir yer qalıbsa, sual versin, mən o həmən yeri tezdən açıqlayacağım məmnuniyyətlə. Və sual verənə də mən çox dərin minnətdarlığımı bildirirəm. Mən sual verən insanları çox sevirəm. İnsan həyatı əslində mütləq həqiqət var da sual verib cavab almaqdır, təyinatı. O insan bununla məşğul olanda onun yerdə qalan problemlərin Tanrı özü avtomatik olaraq həll edir. Sual vermək mütləq həqiqət var da və cavab almaq ki, mən kiməm, hardan gəlmişəm, indiki bu sualdakı kimin, mütləq həqiqət kimdir, nəçidir, mənim onunla münasibətlərim nədir? Bax, biz bunlar, insanlar bu sualları verib cavab alsalar, öz təyinatları üzrə yaşayacaq, başı olacaqlar və belələrinin bütün yerdə qalan tələbat və ehtiyaclarını Tanrı özü həll edəcək. Bildinizmi? Ona görə mən çox minnətdaram sual verənəm, Sevinç xanıma. Çox vacib bir sualdır. Belə, yenə də təkrar edirəm. Danışdıqlarımda anlaşılmaz yeri varsa, müəmmalı yeri varsa, nəsə aydın deyilsə, təkrar soruşa bilərsiniz.